Salam. Tuqa tərəf gedirsinizsə məni də götürərsiniz də. Burada diklik sürmək olmur. Füzuli şəhəri işğaldan azad olunandan sonra biz də bura köç etdik. Artıq Füzuli Dost Xidmət Məntəqəsində sosial agent kimi çalışıram. Burada daha çox vətəndaşlara pensiya, ünvan dövlət sosial yardım, əlillik, məşğulluq kimi sahələrdə xidmət göstərirəm. Nümayəndəlikdən almışsınız. Zəhmət olmasa mənim sizə göstərim xidmətin qiymətləndirməsində iştirak eləyərdiniz. Mən Abbas İbrahimov, Bakı şəhərində doğulmuşam. Bakı Dövlət Universitetini bitirmişəm. Burada işdə keçirdiyim vaxt sadəcə işdən ibarət deyil. Öyrənmək, oxumaq və vətəndaşların həllini tapan çətinlikləri məni işimə daha çox bağlayır və daha çox ruhlandırır. Asudə vaxtlarında və həftə sonlarında daha çox Füzulinin ətraf kəndlərini kəşf etməyi, gəzməyi xoşlayıram. Bunu da velosipedlə gəzirəm. İşğal dövründə Füzuli haqqında valideynlərimdən eşitdiyim təbiəti, tikililəri və s. indi gəlib gözümlə görmək daha xoşdur. Hal-hazırdakı vəziyyətdə ilk həvəskar olaraq musiqi ilə maraqlanıram, daha çox inkişaf etdirməyi düşünürəm. Böyük qayıdışın bir hissəsi olmaq, Qarabağımızda yaşamaq əvəz olunmazdı. Çünki bu qayıdış bizim milli qürurumuzdur.